Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Həzəstanoda, Həzəstan metrosunun düz yanında, yeni tikili binada, yeni təmirli və təmirdən sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detayla sizin nəzərinizə çatdıracağam. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda solda bu gördüyünüz şkaf yığılıb. Gəlin içərisini göstərim. Dərinlikdə çox yaxşıdır. Axıra kimidir. Yuxarı hissələr də şkafdır. Burada əyləşmək üçün, paltar asmaq üçün də yerlər nəzərə alınıb. Girişdə döşəmə, isti döşəmə ilə təchiz olunub. Burada deməli divarda güzgü yerləşdirilib. Mənzilin sənədləri də qaydasındadır. Çıxarışı, yəni qubçası da var. Gəlin başlayaq otaqlardan. Mən bir-bir hər şeyi sizə. Buradan daxil oluruq mənzilin qonaq otağına. Təxmini kvadrat şəklində qonaq otağı var. Yəni dar uzun otaq deyil, eni də yaxşıdır. Təxmin ölçüsü 20-22 kvadrat olar. Burada nəyimiz var? Mərkəzdə gözəl lüstrumuz var. Spotlar da yerləşdirilib hazırdır. TV internet çıxış burada nəzərdə tutulub. TV-dən yığılıb. Aşağı hissə şkafdır. Sağ və sol mebel işləmələrdən istifadə olunub. Kondisionerin yeri burada qoyulub hazırdır. Bu hissəyə mebel dəstinizi yerləşdirə bilərsiniz bu hissədən. Nəzərinizə çatdırım ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Ona görə mənzilin mətbəx hissəsi burada yığılıb. Qonaq otağından ara kəsmə sürgülü qapı ilə ayrılır. Deməli, hər iki sağ və sol tərəfdə şkaf yığılıb. Mətbəx mebeli yığılıb göstərim sizə. Yuxarı üst hissədə şkafdır, 3 hissədən ibarətdir. Dərinlik də yaxşıdır. İçərisini göstərim. Təsəvvür yaransın. Və dediyim kimi üzbəüz bu hissədə də şkaf yığılıb, qaz peçi aspiratoru qoyulub hazırdır. Soyuducunun da yeri burada nəzərə alınıb. Yenə aşağılar da şkafdır, yəni əşya qoymaq üçün kifayət qədər yeriniz var. Keçək mən sizə göstərim mənzilin yataq otağını. Buradan daxil oluruq. Buranın da təxmini ölçüsü 20 kvadrat olar. Yəni qonaq otağından 200 kvadrat az ola bilər. Burada yerləşməni nəzərinizə çatdırım. Taxtın yeri burada nəzərə alınıb, tablo yerləşdirilib. Lüstr spotlar hamısı qoyulub hazırdır. TV internet çıxış burada nəzərə alınıb. Burada şkaf üçün yer var. Buraya yerləşdirə bilərsiniz. Burada da əşyalarınızı yerləşdirmək üçün şkaf yığılıb. Pərdələr də hər bir şey hazırdır. Mənzilin stil sistemi kombidir. O da hazır vəziyyətdədir. Radiatorlar hamısı qoyulub və buradan mənzilin eyvanına da çıxış var. Yəni oranı da göstərim. Dediyim kimi metronun düz yanıdır. Görürsünüz Həzəstan metrosudur. Metro ilə 20 metr arası var. Dediyim kimi kombi, radiator hər bir şey qoyulub. Tam hazır vəziyyətdədir. Keçək mən sanitar qovşağı da göstərim. Sonra mənzilin məlumatları və qiymətini bir daha nəzərinizə çatdıracağım. Bayaq dedim, girişdən sağ tərəfdə yerləşir. Burada mənzilin sanitar qovşağıdır. İçərisi çox genişdir, rahatdır. Burada ara kəsmə duşqabin yığılıb. Aksesuarlar da qoyulub hazırdır. Qara rəngli aksesuarlardan istifadə olub ümumilikdə. Unitaz, gözəl yeni moydadır, suşilka. Bunlar da hamısı hazır vəziyyətdədir. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzər çatdırım. Yerləşir Həzəstanda, Həzəstan metrosunun düz yanında. Yeni tikili binada, yeni təmirli və yaşayış olmamış bir otaqdan 2 otağa düzəlmə 55 kvadrat ölçüsü olan bir mənzildir. Sənədləri qaydasındadır, çıxarıcı, yəni qubçası da var və mənzilin start olaraq qiyməti 155 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.